Qaraciyər sirrozu olan hər xəstəyə transplantasiya lazımdırmı? Xeyr, qaraciyər sirrozu həmişə transplantasiya olunmalıdır deyə bir şey yoxdur. Sirrozun 2 mərhələsi vardır. Birinci mərhələsi kompensasiya mərhələsidir. Bu mərhələdə qaraciyər üzərinə düşən funksiyaları hələ yerinə yetirir. Xəstənin ciddi bir şikayəti olmur. Ona görə səbəbə yönəlik müalicə aparmaqla, xəstəni nəzarətdə saxlamaqla və düzgün həyat tərzi sürməklə uzun illər stabil şəkildə qala bilərlər. Amma ikinci mərhələ olan dekompensasiya mərhələsində isə qaraciyər artıq öz üzərinə düşən yükü yerinə yetirə bilmir və nəticədə sirrozun əlamətləri üzə çıxır. Qarına maye yığılır, qida borusundan qanaxma müşahidə edilə bilər, qara rəngli nəcis ifrazı görünə bilər, sarılıq, tez-tez infeksiyalara yoluxma və huşun alaqaranlıqlaşması olan hepatit enzefalopatiya ola bilər. Bu halda qaraciyər transplantasiyası əsas müalicə metodudur.